imanlı xanımdan ailə qur. İmanlı xanım imanı olmayandan daha yaxşıdır. O birisi sizi daha da belə deyə pulu, gözəlliyi daha da sizə başqa təsir göstərsə də onu qoy kənara. Bu birisi daha mühümdür. Çünki imanı var. Peyğəmbərimizdən cəddimdən hədis budur ki, bir nəfər gəldi qapı döydü, əxlaqın və dinini bəyəndin, əli boş göndərmə. Əxlaqı gözəl, dini gözəl. Yaxşı bir insandır, sabah sən övladığı gününü xarab eləməyəcək, ona versin. Bu qədər də mələk gözləmə də, yəni gələcəyini. Elə ailələr var. Pis əxlaqın yiyəsində qızıl bədbəxt eləmə. Yazıq olar övladı. Xəbis xanımlar xəbis kişilərə nəsib. Pak kişilər pak xanımlarla. Pak qadınlar pak kişilərlə ailə qursun. Belə tapsalar bir-birlərini, bunların bir məğfirət də var Allahdan, yaxşı bir ruzu da onları gözləyir. Övladlarımızı pak insanlarla, onlar pak insanlarla, xanımlar, bəylər, pak insanlarla ailə qurun. Mənəviyyatı olan insanlarla.